Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qurumların struktur bölmələri və ərazi obyekt qüvvələri ilə Fövqəladə Hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda taktiki xüsusi təlim keçirilib. Təlimdə Fövqəladə Hallar Nazirliyinin müavini general-leytenant Etibar Mirzəyev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Fövqəladə Hallar Nazirliyi aparatının və qurumlarının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların, həmçinin yerli özünü idarə etmə orqanlarının əməkdaşları iştirak ediblər. Təlimin keçirilməsində əsas məqsəd Fövqəladə Hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir rəis heyəti tərəfindən fövqəladə hal nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarə etmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrin daha da artırılması, eyni zamanda şəxsi heyətin xilas etmə, yanğın söndürmə və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin, həmçinin ölkə ərazisində keçiriləcək iri miqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlər zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və insanların təxliyəsinin təşkilinin təkmilləşdirilməsindən ibarət olub. Təlimi ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 89 ədəd texnikası və 639 nəfərdən ibarət şəxsi heyəti, 3 baş xüsusi təlim görmüş iti, 1 helikopteri, ərazi və obyekt qüvvələri cəlb edilib. Təlim zamanı şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, hadisəyə çevik reaksiya verilməsi, habelə kəşfiyyat, axtarış xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə komandir rəis heyətinin fəaliyyətləri təşkil olunub. Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub. Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.